Qabardıqca qabaran süngər kimi elastik biskvit xəmirinin hazırlanmasını istəyirsinizsə bu videonun sona qədər izləyin. Videodan da gördüyünüz kimi qətiyyən parçalanmır, çox gözəl, ideal bir reseptdir. Diametri 24 sm-lik olan qəlib üçün bunu hazırlayıram. 5 ədəd yumurtanın üzərinə 2 paket vanil əlavə edib qarışdırıram. Ardınca 1 stəkan şəkər tozunu az-az əlavə edirəm. Qarışdıra-qarışdıra yarı stəkan da qaynar suyu əlavə etdikdən sonra başlayıram quru məhsulları birlikdə qarışdırmağa. 160 qram unun üzərinə 1 paket qabartma tozu əlavə edirik. Kakao edəcəksinizsə 1 qaşıq da kakao əlavə edə bilərsiniz. Tənbərin kənarlarına bişən xəmirdən biraz vurun bişirin. Bu keks bişən zaman daşmasının qarşısını alacaq. Gözəl qabarmağını istəyirsinizsə şəkər tozu ilə yumurtanı tam həll olana qədər qarışdırın. 20-25 dəqiqə qətiyyən sobanın ağzını açmaq olmaz. Nə olursa olsun. 25-30 dəqiqədən sonra bir kürdən vasitəsilə içinin bişib-bişmədiyini yoxlaya bilərsiniz. Tam soyuduqdan sonra belə bölüb içərisinə baxa bilərsiniz. Çox ləzzətli, ideal bir biskvit xəmiri alınır. Bu biskvit xəmirindən çox gözəl qıvırcıq tortu hazırlamışam. Bunu da sabah inşallah sizlərlə bölüşəcəm. Sabah bu asan hazırlanan tortu qaçırmamaq üçün videonu bəyən, rəy yaz, mən sənə bu videonun rəy bölməsində xatırlatma edərəm.